Deməli, bir dənə düzbucaqlı. Bax, düzbucaqlı üçün M düyməsini basın. Baxın, zaten bura girəndə bunlar göstərir. M nədir, düzbucaqlı nədir? Elipс. Daha sonra bu çox lazımdır. Yəni hər dəfə buradan seçmə biraz yorucu deyənə qısa yolunu yada salsanız daha yaxşı. Buna basıram. Müəyyən ölçüdə kvadrat çəkirəm. İndi mən istəyirəm bu segmentləri, yuxarıdakı segmentləri seçsin. Bax, bu nədir? Bax, bunu basanda bu obyekti necə seçir? Bütöv seçir. Bu isə müəyyən segmentləri seçmək üçün. Bəli, seçdik. Dairə selection tool basıb saxlayıram və görürsünüz. Bu iki rəngi içi qaradır, amma bunların içi nədir? Ağ. Yəni ancaq buralar seçim. Bunu basıb saxlayıb neyirəm? Əyirəm biraz. Başa düşdünüz? Əyi var. Daha doğrusu. Zınqrovun elə bir üst hissəsidir. Sonra gəlirəm, yenə M düyməsini basıram. Baxın, İllustratorun gözəl özelliyi nədir? Yəni gətirəndə göstərir də o simmetriyanı. Burada mansız oldu, məsələn, basıb saxlayır. Və bura kimi çəkirəm. Məsələn, CorelDRAW-da biz nə edirik? Node-dən Node-yə kimi çəkirik. Sonra istəyəndə aralı edirik də. İndi qulaq asın. Mən bunu, baxın, PES hissəsindən, bu PES CorelDRAW-dakı edgi. Edgi neymiş eddə? Bunu gətirib yapışdıram bura. Bunu eləyəndən sonra bunu seçirəm. Yenə bunun aşağı segmentləri lazımdır seçmək. Deməli, Direct Selection tool seçirəm. Basıb saxlayıb çəkirəm bunu. Ancaq bunlar seçildi, görürsünüz. Bunun scale aləti ilə, scale alətinin üstünə vururam. Gəlirəm bu xəttin üstünə. Bax, bunu biraz nə edirəm? Miqyaslaşdırıram. Çünki orada ölçü yazmıram da. Başa düşürsünüz. Həm də aşağını seçmişdim, ancaq aşağını nə edir? Böyüdür, kiçildir. Fikir verirsiniz? Çünki mən aşağını seçmişdim. Hal-hazırda yenə də bunlar seçilirdi də. Yenə də bunlar seçilirdi. Yəni bunun üstünə bir daha vururam. Təzədən daha seçmirəm də, hazır seçilirdi. Bunu da biraz nə edirəm? Buraya edirəm. Başa düşdünüz? Daha sonra biraz qalxaq yuxarı. Burada da yenə kvadrat çəkirəm. Yenə bu ölçüdə. Biraz yaxınlaşdırım. Bunun ortasından tuturam. Və bunun orta hissəsini tapmaya çalışıram. Dəngə. Baba, görürsünüz bunu. Və təxminən biraz aşağı olsa olar. Bax, belə yerləşdirirəm. Bildiyiniz kvadrat biraz aşağıdır da, görürsünüz. Sonra yenə ancaq yuxarı segmentləri seçmək istəyirəm. Direct Selection tool basıram. Bu ikisini işarələyirəm. Yenə bunu da nə edirəm? Bunu da yumrulayıram. Aydındır. Daha sonra Ctrl 0 basıram. Ümumi ekran. Xoşuma gəlmədi, ölçü biraz yaxınlaşdırım. Yenə dairəni basıram. Bir dənə dairə çəkirəm. Elə təxminən bunun ölçüsü, yəni bu boyda neyin olsun da təxminən gözəyəri. İndi bunu seçib gətirirəm. Ortasını orta eləmək istəyirəm də, baxın, orta elədim. İndi mənə lazımdır bu üst segmenti seçmək. Yenə nəyə basırıq? Direct Selection tool. Bax, bunu bir dəfə vururam. Mənə ancaq bunu seçilməsi lazım. Və klaviaturadan delete basıram. Nə oldu? Yarı dairə. Düzdür, onun başqa yolları da var, ən rahat yolu budur. Və bunu da biraz çəkirəm hara? Yuxarıya, amma biraz aşağı saxlayıram. Bildiniz necə, o zınqrovun aşağısında olur, o effekt vermək. Fikir verdiniz, təmiz yapışdırmıram da. Oxşamır? Oxşayır. O effekti verir də, sanki onun arasında nəsə sallanır. Sonra bunları da hamısını seçirəm. Bunlar xət olmadığına görə mən bunları birbaşa merge edirəm. Görürsünüz, aşıblar vermir. Bəyəkçilər nə idi? Xət idi. Obyekt deyildi. Ona görə onlardan nə edirəm? Obyektə girib, məsələn də, pəsdən outline stroke edirəm, sonra gəlib merge edirəm. Amma bunlar xət olmadığına görə direkt hamısını. Başa düşdünüz? Sonra da bunu da eləyəndən sonra Ctrl 0 və buradan da gəlib nə edirsiniz? Tənorta edirsiniz. Belə. Bu şəkildə mənə təqdim edirsiniz.